Salam, hər vaxtınız xeyir əziz kanal izləyiciləri. Bugün İsmail rayon mərkəzinə yaxın, deməli də mərkəzdən 300 metrə məsafədə belə bir gözəl torpaq mülkümüz satışa çıxarılıb. Torpaq mülkü 8 sotdan ibarətdir. Torpaqda bütün meyvə ağaclarından, yəni yeni qələmlər də var, köhnə ağaclar da var. Alma, armud, qoz ağacı, fındıq ağacı, şaftalısı, bütün meyvə ağaclarından əkilibdir. Eyni zamanda da həyət çox səliqəlidir və gördüyünüz kimi şəxsi, yəni həyətindən bölüb satır mülkiyyəsi. Baxımlı bir həyətdir. Bax, bu dəqiqə hal-hazırda yaz vaxtı, ağacların yəni çiçəkləyən vaxtıdır. Yəni armud ağacı, alma ağacı, bütün meyvə ağaclarından var. Və belə deyim, bu hissədən demək olar ki 3 hissəsi hasarlıdır. Qalan bir hissə həyətdən, yəni hasar mülk sahibi ilə razılaşıb bölünəcək. Torpağın sotu 9000 manatdır. Yəni belə bir mülk, yəni axtaran hələm-hələm tapır. Belə bir mülk təcili olaraq satılır. Yəni təcili olaraq ucuz da deyilmir. 9000 manatdır. Rayon mərkəzində 10.000 manatdan aşağı torpaq mülkü yoxdur. Maraqlananlar əlaqə telefonumuza zəng eləyib ətraflı məlumat ala bilər və yenə qeyd edirəm ki, torpaq yəni daşsız, tərtəmiz torpaqdır. Həyətinə bölünüb verilir və yol hissəsi burada. Gördüyünüz kimi, bax yol hissəsi buradan bölünüb verilir. Böyük küçədir.